Salam, hər vaxtınız xeyir. OTK-nın təşkil etdiyi sınağın açılış mətnini izah edirəm. Venn diaqramının hansı fikirləri yerləri dəyişdirilirsə, yol verilmiş səhv üzərlər deyir. Deyir, Həsən və Süleymana aid. Həsən bilirsiniz ki, qıçını qıran oğlandı. Süleyman isə hekayəni danışan oğlandı. Anasının qadağası ilə qarşılaşan Həsən yox, Süleyman idi. Çünki Həsənin qıçı qırılandan sonra anasının qadağası ilə rastlaşmışdı. Xəsarət alan yenə də Həsən idi, Süleyman deyildi. 1 ilə 4-ün yerini dəyişirik. Tağı əmədən ova getməyin şərtlərinin olduğunu öyrənir. Bu kim idi? Süleyman idi. Süleymana çünki demişdi. Razılığa gəlir hər ikisi. Yarışda iştirak edir hər ikisi. Ona görə də 2 ilə də 5-in yerini, yəni 11-də B variantıdır. Sonra hansı sözlə başlayan abzası ananın qoyduğu qadağanın səbəb məlum olur? Bəli, bazarla olan cümlə deyir. Bazarla yarışdığımız yerin məsafəsi artıq yarışıbdılar deyən digər Həsənin, yəni qıçı 2 yerdən sınmışdı. 12-də B. 13 hansı mətndə hansı xüsusiyyətlərlə fərqlənən atların adı çəkilmişdir? Rəngi ilə, bəli, boz madyan deyir. Sonra deyən dişi at, həm də onun elə bir cinsi də var idi, dişi və yaxud da erkək olması. Sonra bir də yaşı var idi. Çünki deyir ki, mənim deyir mindiyim at kəhər idi, Həsənin mindiyi 2 yaşar idi. Elə bir 2 yaşlı idi deyir. Demək, rəngi, yaşı və cinsi ilə fərqlənən atlar var idi. E variantı. Sonra 14 əsərin müəllifi altına xətt çəkilən hissə ilə bu fikri də nəyi çatdırmaq istəyir? Bizlər at üstündə böyümüşük. Demək, at üstündə böyümək, yəni ənənəyə çevrildiyini artıq deyir. Anaların narahatlıqlarının əsaslı olduğunu. Xeyr, orada bir nəfər ana yəni narahat olmuşdu. Yəni C variantıdır. 15-ə baxırıq. Sonra mətndə əsasən doğru fikri müəyyən edin. Deyir, ovçular üçün Qızılbaş ovuna getməyə xüsusi bir şərti yoxdur. Xeyr var, deyir ki, bəs atla getməlidir. Süleyman at sürmək sahəsində özünü doğrulda bilmir. Süleyman yox, Həsən idi o. Mətni söyləyən yalnız ilk hissə ilə nail olur. Bəli, Süleyman deyir ki, mətnin əvvəlində 2 arzum vardı. Birini deyir gerçəkləşdirim, yəni at sürməyi. Mətnin tərkib hissələrin planının əsasında cədvəl tamamlayın deyir. Giriş hissəyə plan bəndi, Süleymanın arzusu və yaxud da oğlanın arzusu, oğlanın 2 arzusu yazsanız, yəni bu plan bəndidir. Nəticəyə, yəni əsasda özü veribdir. Demək, uşaqlar üçün yazılan hekayə, sınıqçının hekayədə yad edilməsi kimi plan bəndləri yaza bilərsiniz. Sonra mətnin nöqtələrin yerinə uyğun ifadə yazmaq, demək, nöqtələrin yeri burada aid tip təhsili olmasa da, yəni sınıqçıya aid olan fikir götürməliyik. Yəni tip qabiliyyəti və zəkası ilə məşğul olan və yaxud da tip qabiliyyəti və əzmi ilə məşğul olan sınıqçının uşaqlar üçün yazdığım Nurəddin adlı hekayədə yad etmişəm. Bu kimi fikirlər yazılsa doğru sayılır. Sonra baxırıq 19-cu suala. Deyir, üzərində rəqəm yazılan söz. Üzərində rəqəm yazılan sözün biri, ikincisi qabaqki sözüdür, birincisi isə hamar sözdür. Hamar yəni düz, sonra qabaqki isə əvvəlki deməkdir. Sonra çərçivə daxilinə verilən cümlənin mətnin üslubuna uyğun şəkildə təkmilləşdirib deyir, yenidən yazın. Demək, çərçivə daxilində verilən cümlə 3-cü döngəyə xeyli qalmış, Həsən gəlib məni keçdi. Burada yaza bilərik 3-cü döngəyə xeyli qalmış, Həsən məni qırığı kimi gəlib keçdi və yaxud da ki, ildırım sürəti ilə keçdi kimi bu kimi fikirlər yazmaq lazımdır.